Salam hər kəsə, mən Zaur Əliyev, tarix müəllimi, 17 ildir müəllim işləyirəm. Bir neçə orta məktəb və hazırlıq kurslarında çalışmışam. Hal-hazırda da çalışıram. İndiyə qədər YouTube kanalımda və digər sosial şəbəkələrimdə sadəcə həvəskar olduğum üçün, belə deyək, hobbi olaraq təbiətlə bağlı videolar çəkirdim. Bundan sonra istəkləri də nəzərə alaraq tarix dərslə də bağlı həm dərs izahları, həm də test izahları da olacaq. Kanalıma indiyə qədər abunə olub mənə dəstək verən hər kəsə minnətdarlığımı bildirirəm. Abunə olmayıb da izləyənlərə də təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu tarix dərsləri həm abituriyentlər üçün, həm də müdavimlər üçün faydalı olar. Belə, başlayaq dərsimizə. Albaniya dövləti. Albaniya dövləti Azərbaycanın şimalında yaranmış ilk mərkəzləşmiş dövlətimiz sayılır. Yaranma tarixi eramızdan əvvəl 4-cü əsr Makedoniya İskəndər imperiyasının dağılmasından sonra quldar dövlət olaraq meydana gəlir. Süqutu isə eramızın 705-ci ildə ərəblər tərəfindən, yəni feodalizm olaraq, feodal dövlət olaraq süqut edir. Yaxından baxaq xəritəyə. Demək, Albaniya dövləti şərqdə Xəzər dənizi ilə əhatə olunub, qərbdə İberiya, yəni Gürcüstanla əhatə olunub, şimalda Dağıstan, cənubda isə Atropatena dövləti ilə həmsərhəd olub. Burada bir çox vilayətlər var, amma sadəcə əsas vilayətlərin içərisindən şimal-şərqində yerləşən Çola vilayətindən bəhs edəcəyik. Şimal-qərbində Kambisena vilayəti var. Qarabağ bölgəsində Uti vilayəti, sonradan Arsaq vilayəti dediyimiz orta əsrlərdə vilayət də var. Və cənub bölgəsində Kaspiyana vilayəti yerləşir. Alban şəhərləri içərisində paytaxt Qəbələdən və Şamaxı, eyni zamanda Mingəçevir ərazisindən də bəhs olunacaq. Növbəti səhifə ərazisini dedik, Şimali Azərbaycan, Albaniyada yaşayan tayfalar. 26 dildə danışan tayfa olub Albaniyada, onların içərisində Alban, İskit, Qarqar, Kaspi, Uti tayfalar olublar. Hal-hazırda isə Albanlarla bağlı tayfa adlarını çəksək, Udinlər var, Qəbələnin kəndində yerləşir və Qubada Buduqlar və Xınalıqlar var. Eyni zamanda Zaqatala-Balakən bölgəsində İngiloy, Saxro tayfaları və eyni zamanda Azərbaycanda Ceyk, Qırız tayfaları da Albanlarla bağlı var. Yenə xəritəyə qayıtsaq, burada xəritə üzərində tayfalar da var. Bu tayfalardan demək, xəritəyə əsasən Lek tayfaları var və bir də Massaget tayfaları. Bu tayfaların adlarını qeyd eləmək istəyirəm. Bir də skitlər ki var, bu bölgələrdə məskunlaşıblar. Skitlər ümumiyyətlə döyüşkən tayfada bilirik. Həm Albaniya, həm Atropatena ərazisində hərbi siyasi idarə etmədə böyük xidmətləri olub. Albanlar bütün bu tayfaların birləşməsi nəticəsində Alban adı formalaşır. Onlar da Xəzər sahilindən İberiya qədər olan ərazilərdə yaşayıblar. Kaspilər Xəzər sahillərində, yəni Kaspiyan olan adından bağlıdır. Bu hissələrdə yaşayıblar. Yerli sakinlər hesab olunurlar. Gəldik müəlliflərə. Albaniya haqqında bizə məlumat verən Yunan və Roma müəllifləri var. Onların içərisində Strabon adını çəkirik. Albaniyanın Qəbələ paytaxt haqqında, Ayniyana və Anareka şəhərləri haqqında bizə məlumat verib. Uti vilayətində yerləşən Kambisena vilayətində məlumat verib. Bir də onu qeyd eləmək istəyirəm ki, Strabon Albanların Yunan tanrılarına sitayiş etdiyini bizə, yəni Helios, Zeus, Selena tanrıları haqqında məlumat verən müəllifdir. 1-ci əsrdə yaşamış böyük Plini paytaxt Kabalaka, Qəbələ haqqında məlumat verib. 2-ci əsr müəllifi Klavdi Ptolomey 29 şəhərdən bəhs edib. Əsasən də Albaniyada Qəbələ, Şamaxı və Albana şəhərlərindən bizə məlumat verir. Digər müəlliflər Plutarx və Dion Cassidir ki, eramızdan 66-cı ildə üzr istəyirəm, Kür sahili döyüşündə sərkərdə Pompeyin Alban hökmdarı Oroyusla müharibəsindən bəhs edən tarixçilərdir. Yosif Flavi də həm tarixçi və sərkərdədir. Bu müəllif də Roma İmperatoru Tiberin həm Alban, həm də İberlərə Parfiya qarşı müharibədə bizə pul göndərdiyi haqqında məlumat var. Albaniyanın dövlət quruluşu, ümumiyyətlə Albaniya bildiyimiz kimi quldar dövlətdir. Hökmdar idarə edib dövləti, ordu başçısı sayılır da hökmdar. Hətta Albaniya quldar dövlət olsa da quldan çox geniş istifadə olunmayıb. Albanların sadəcə qullardan əyanların və hökmdarların təsərrüfatında istifadə olması haqqında bizə məlumat veriblər. Əyanlar demişkən, ümumiyyətlə Albaniyada əyanlar bir neçə qrupa bölünüblər və vilayətlər Albaniya ərazisində olub. Vilayətləri yerli hakimlər idarə ediblər. Bu canişinlər dediyimiz bu yerli hakimlər əsasən
hərbi qüvvə toplayırdılar və döyüş vaxtında hökmdarın çağırışına sözsüz gəlirdilər. Əhalinin sosial tərkibi təbəqələri desək, hökmdar, sonra vilayət hakimləri, din xadimləri və hərbçilər artıq bu ikinci təbəqə sayılır və kəndi sənətkar və tacirlərdir. Albaniyanın əhalisinin məşğuliyyəti, Albanlar ümumiyyətlə Xəzər dənizi və Qarabağ ərazisi istiqamətində demək olar ki, süni suvarmadan istifadə ediblər. Əsasən də Gövvar vasitəsilə Araz çayından Qarqar çayına qədər, Nil düzünə qədər suvarma olub. Əkinçilik Albanların məşğuliyyətləri içərisində əsas yerlərdən sayılır. Arpa, buğda və digər məhsullar becərilirdi və iri saxsı küplərdə saxlanılırdı. Bağçılıq, üzümçülük, bostançılıq, şərabçılıq inkişaf eləmişdi. Maldarlığa gəldiyimiz zaman Borçalı və Göyçə yaylaqları əsasən atçılıq və dəvəçiliklə məşğul olublar. Qarabağ o dövrdə də atları ilə məşhur idi, yəni parlaq və xüsusi cins atlar yetişdirilirdi. Balıqçılığa gəldiyimiz zaman Kasplər Xəzər sahilində deməli şişburun balıqları tutublar. Bu balıqları dəvələrə yükləyib, belə deyək, satışa çıxarıblar başqa yerlərə. Sənətkarlığa gəldiyimiz zaman Albaniyada maddi tapıntılar tapılıb. Bunların içərisində xalçadan və kiremitdən bəhs edəcəyik. Kiremiti bilirik ki, əsasən Yunan deməli mədəniyyətinə məruzdur. Oradan gəlib bizə. Xalça da əsasən Beyləqan və Mingəçevir ərazilərində tapılıb. Qeyd var burada. Eramızın ilk əsrlərindən etibarən Albaniyada şüşə qablar və su dəyirmanlarından istifadə olunur. İlk əsrləri əhatə edir bunlar. Ticarətə gəldiyimiz zaman, yəni sənətkarlığın inkişafı ilə bağlı ticarət də meydana gəlib. Albaniya beynəlxalq ticarət yolları üzərində keçirdi. Bu ərazidən keçdiyinə görə Albaniya inkişaf eləmişdi. Onu da qeyd eləyək ki, dövlətin yaranmasına qədər əsasən ticarət mal mübadiləsi olub. Amma dövlətin yaranmasından sonra isə artıq puldan istifadə olunur. Pul demişkən, Albaniyada eramızdan əvvəl 4 və 3-cü əsrlərin əvvəllərində xarici ölkələrdən gətirilən pullardan istifadə olunub. Onların içərisində ən geniş yayılmış istifadə olunan pul da Makedoniya İskəndər adına kəsilən pullardır. Və eramızdan əvvəl 3-cü əsrin birinci yarısından artıq Alban hökmdarları öz pullarını kəsməyə başlayıblar. Burada şəkildə gördüyünüz kimi Alban hökmdarının kəsdirdiyi pul var. Eramızdan əvvəl 3-cü və 1-ci əsrləri əhatə edir. Ağsu bölgəsində aşkarlanıb və 3-cü əsrdən də etibarən İskəndərin pullarına oxşar pullarda kəsilib. Biz pul məsələsini haralardan bilir? Yəni xəritə sual düşərsə, Albanların pullarının istifadə olunmasının tapıntıları əsasən Qəbələ bölgəsində, Şamax. Əvvəllər bu 2 dənə rayonumuzu verirdi, amma indi artıq Bərdəni də Ağsumda qeyd edirik. Gəldik yadellərə qarşı mübarizəyə. Roma yürüşlərindən danışacağıq. Eramızdan əvvəl 1-ci əsrin ikinci yarısında Roma Kiçik Asiyanın çox hissəsini özünə birləşdirəndən sonra şərqə doğru hücuma keçir. Şərqə gəlməkdə məqsədi nə idi? Şərqdən gələn ticarət yollarına nəzarət eləmək və Hindistanı Qara dənizlə bağlayan, birləşdirən yolu da ələ keçirməyə çalışırdı. Bu məqsədlə Qafqaza doğru yürüşə başlayan, deməli, Roma sərkərdəsi, diqqətli oluruq, hökmdar deyil, Pompey Roma sərkərdəsi və Alban hökmdarı Orosla eramızdan 66-cı ildə, yəni 1-ci əsrin 1-ci yarısında Kür sahili döyüşü baş verir. Bu döyüşdə Romalılar qələbə qazanır. Romalıların demək, qələbə qazanmasının səbəbi o idi ki, belə deyək, Romalılar ciddi, belə deyək, döyüş hazırlığı keçmişlər, yaxşı silahlanmışdılar, hərbi təcrübəyə malik idilər. Döyüşdən sonra Pompey Albanların ciddi müqavimətini görüb, yəni Orosla saziş bağlayıb İberiya doğru hərəkətə keçməyə başlayır. Bu zaman Albaniya qüvvələri yenidən öz ordusunu cəmləşdirib, yəni Orosun qardaşı sərkərdə olan Kozis 65-ci il eramızdan Qanaq çayı sahilində Pompey ilə yenidən qarşılaşırlar. Bu döyüşdə təbii ki, Roma yenə hərbi gücə malik olduğuna görə Roma bu döyüşdə qələbə qazanır. Albanlar bu döyüşdə də məğlub olurlar. Ümumiyyətlə onda qeyd edək ki, Albanlar Romalılarla döyüşdə demək olar ki, məğlub olurlar Atropateniyadan fərqli olaraq. Ümumiyyətlə Qanaq çayı sahilində döyüşdə burada şəkildə gördüyümüz kimi Kozis və Pompey arasında olan döyüşdə yəni təkbətək döyüş baş verir. Bu döyüşdə Albanlar pis silahlanmışdılar. Süvari cəhətdən Romalılardan üstün olublar. Yəni Albanlar 60.000 piyada, 12.000 süvari çıxardıblar. Amma buna baxmayaraq Romalılar qələbə qazanır. Hətta tarixçilər qeyd edirlər ki, Qanaq çayı sahilində döyüşdə Alban qadınların cəsarəti ilə Romalıları heyrətə gətirib, çoxlu deyil əsir alınan Alban əsgərləri içərisində çoxlu qadın əsgərlər də olub.
Ümumiyyətlə Oroys əsas qüvvələrini geri çəksə də, amma mübarizəni dayandırmır. Albanlar partizan müharibəsi aparırlar. Qısacası Pompeyin, yəni Albanların ciddi müqavimətini görərək, onlarla sülh bağlayaraq və bu bölgəni tərk edir. Növbəti döyüş eramızdan əvvəl 36-cı ildə, yəni 1-ci əsrin 2-ci yarısında baş verir. Artıq bu zaman belə deyək, Kanedi, Antoninin sərkərdəsi Kanedi bu əraziyə gəlir. Bu zaman Alban hökmdarı da Zoberdir. Bu döyüşdə də Romalılar qələbə qazanır. Kanedi İber hökmdarına qalib gələrək öz müttəfiqinə çevirir və bu döyüşdə 36-cı il döyüşündə də Albaniyanı məğlub etdikdən sonra da Albanlarla belə deyək, müttəfiq olurlar. Artıq Alban hökmdarı Zober də Romaya sadiq qalacağını demişdi. 1-ci əsrdə Parfiyanın Atropatena müstəqilliyinə son qoymasından sonra Albaniya ümumiyyətlə cənubdan gələn təhlükəyə qarşı Roma ilə yaxınlaşır. Yəni Parfiya qarşı Roma ilə yaxınlaşır. Və bu zamanda Albaniya-Roma münasibətlərindən danışdığımız zaman görürük ki, Alban hökmdarları Oktavian Avqustla belə deyək, müttəfiq olublar. Sonra Romalılarla bağlı demək Domisian imperatorun yürüşü var. Bu Qobustanda böyük daş ərazisində tapılmış yazıdır. 84-96-cı illərdə imperator Domisianın bu ərazidə yürüşündən bəhs eləyir. Digər Roma hökmdarı imperator olan Adrian 2-ci əsrdə yaşayıb və Albaniya ilə dost münasibətlərində olub, hədiyyələr göndərib. Ümumiyyətlə Roma və Alban münasibətləri eramızın 3-cü əsrin ortalarına qədər davam edib. Alan tayfalarının yürüşündən bəhs edirik. Alanların yürüşü 1-ci, 3-cü əsrləri əhatə eləyir. Ümumiyyətlə Alanlar Şimali Qafqaz və Don çayı ətrafında yaşayıblar və onlar bizə Dərbənd və Dəryal keçidi vasitəsilə hücuma keçiblər. Nə məqsədlə gəliblər? Qənimət əldə etmək üçün. Alanlarla bağlı katakomba qəbirləri aşkarlanıb. Biz onları Mingəçevir, eyni zamanda Qəbələ bölgəsində izləyə bilirik. Albaniya mədəniyyətinə baxdığımız zaman Albanlar Yunan eli mədəniyyətinin təsirinə məruz qalıblar. Əsasən kiramiddən istifadə olunub. Qəbələ və ətraf ərazilərdə bizim maddi tapıntılar əsasında biz bunları görə bilirik. Albanlar çox tanrı olublar. Əsasən günəş, ay, göy, əzadlara inam, təbiət qüvvələrinə inam olub. Strabonun məlumatına görə Albanlar Zevs, Helios, Selena tanrılarını sitayiş ediblər. Ən çox demək ki, ay tanrısı olan Selena'ya sitayiş ediblər. Albaniyada daşdan yonulmuş heykəllər var. Biz bunları əsasən Qarabağ bölgəsindədir, Şirvanda və Göyçə mahalı ətrafında ərazilərdə aşkarlayırıq. Mədəniyyətə baxdığımız zaman Albaniyada ümumiyyətlə təzə kitabə əsasən də Qərbi Azərbaycanın Zəngəzur mahalı ərazisində olan Qarakilsə rayonunda qoşundaş abidələri var. Burada şəkildə gördüyümüz kimi. Bu ümumiyyətlə düşmənə qarşı mübarizə aparmış hərbçilərin xatirəsinə ucaldılıb, amma ermənilərin belə deyək, onun saxlaşdırılması haqqında məlumat əldə etmişik. Bu Şəkinin Kiş kəndində olan Alban kilsəsidir. Bütün Qafqazın ilk xristian kilsəsi hesab olunur Alban kilsəsi. Ondan başqa biz Mingəçevir, Şamaxı, Qəbələ, Qax maddi mədəniyyət əsasında nümunələrdən bəhs eləyəcək və Qarabağda insan heykəllərindən də bayaq dedik. Albanların yazı mədəniyyəti yerli yazıları olub. Albanların və eyni zamanda Yunan, Latin, Aramey yazılarından istifadə ediblər. Eramızdan 65-ci ildə Qaraq çayı sahilində döyüşdən sonra Oroys və Pompey arasında məhdudlaşmadan biz artıq Albanların Latin dilini bildiyini əldə eləmişik oradan qaynaqlardan. Şəkin Böyük Dəhnə kəndində 2-ci əsrə aid Yunan yazısı da aşkarlanıb. Ümumiyyətlə Alban dilində bu günə qədər ən böyük yazılı mənbə təzə kitabı əsas 75-ci ildə, 1975-ci ildə Misirdə Sinay yarımadasında Müqəddəs Yekaterina monastırında tapılıb. Alban dilində ən böyük yazılı mənbə. Gəlin Albaniya dövləti ilə bağlı din toplusundan suallara baxaq. Demək, eramızdan əvvəl 1-ci əsrin 60-cı illəri və eramızdan əvvəl 1-ci əsrin 30-cu illəri. Roma qoşunlarının hücumuna məruz qalması, bəli, bildiyimiz kimi eramızdan əvvəl 66 və 65-ci ildə Roma hücumuna məruz qalıb Albaniya. 1-ə A olur. Padşah Kozis deyildi, sərkərdə Kozis idi. Ona görə də B variantı harda varsa onları çıxardırıq. 1-ə B olmur. Və Roma ilə sazişin bağlanması da həm 66-cı ildə var, həm də 65-ci ildə saziş var. Deməli, 1-ə olur A, C. Roma imperatoru Adrianla dostluq münasibətlər olması. Adrian yaşayıb 2-ci əsr bizim eramızda, yəni 2A olmur. Alan tayfalarının yürüşlərə məruz qalması. Alanlar bildiyimiz kimi 1-ci və 3-cü əsrlərdir. Bizdə solda isə 30-cu illəri eramızdan əvvəl.
Roma ilə isə mübarizə var və məğlub olmadan var. Eramızdan əvvəl 36-cı ildə 1-ə AC, 2-ə də C olur. Növbəti suala baxırıq. Albaniya dövlətinin siyasi və iqtisadi tədbirləri. Roma imperiyası ilə dostluq münasibətlərinin olması, bəli, bilirik ki, Adrianla, eyni zamanda Tiberi hökmdarı da bizə Parfiya qarşı müharibədə hədiyyələr göndərib, yəni birə ay götürəcəyik. Təsərrüfatda qul əməyindən istifadə edilməsi Albanlarda olub. Sadəcə bu siyasi tədbir deyil, iqtisadi tədbir sayılır. Parfiyanın işğalına qarşı mübarizə aparılıbmı? Aparılıb. Romadan da dəstək alınıb. İqtisadi tədbirlərdən yerli pullardan istifadə olunub, bəzi şəkillə izah eləməyə çalışdıq, olub. Roma işğal siyasətinə qarşı mübarizə aparılması var, sadəcə bu iqtisadi tədbir sayılmır. Katakomba qəbirlərinin inşa olunması, yəni alanlarla bağlıdır. İqtisadi tədbir sayılmır. Cavab deməli 1-ə AC, 2-ə də A olur. Cavab B variantı. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.